Salamlar mərkəzi dostlar, Kriptoqraf YouTube kanalında sizi xoş görmüşük. Hatırladıram ki, bizim 15 USDT bonus al kampaniyamız hələ də davam edir və mütləq şəkildə kanala keçib bu fürsətdən istifadə edin. Bu videoda mən sizlərlə Binance Futures haqqında danışacağam. Baxacağıq görək ümumiyyətlə Binance Futures'dan necə istifadə olunur, nə etmək olur və gəlin artıq videomuza başlayaq. Ümumən, videoya başlamamışdan qabaq istəyirəm sizi qısa disclaimerlə tanış edeyim. Futures ticarətinə dair xəbərdarlıq. Bu material yalnız məlumat xarakteri daşıyır və investisiya məsləhəti deyil. Futures ticarəti xüsusilə yüksək leveraj kredi çiyini ilə çox yüksək risk daşıyır və nəticədə sürətli qazanc qədər sürətli zərər də mümkündür. Yanlış qərarlar nəticəsində kapitalınızı tam itirə bilərsiniz. Kriptovalyuta bazarları volatil, dalğalı olduğuna görə qiymətlər kəskin şəkildə dəyişə bilər və bu likvidasiya, balansın sıfırlamasına səbəb ola bilər. Mən heç bir halda sizin maliyyə qərarlarınız üçün məsuliyyət daşımıram. Futures nədir? Futures bu bir aktiv, məsələn Bitcoin gələcəkdə müəyyən bir qiymətə alınıb satılması barədə razılaşmadır. Yəni sən indi bir müqavilə alırsan ki, gələcəkdə qiyməti qalxsa ya düşsə, bundan qazanc əldə eləyəsən. Binance Futures ümumiyyətlə necə işləyir? Binance Futures'da sən birbaşa Bitcoin və ya digər kriptoları almırsan. Sadəcə olaraq onların qiymətinin qalxacağına və ya düşəcəyinə mərc edirsən. İki əsas istiqamət var. Long alış, sən düşünürsən ki, qiymət qalxacaq. Short satış, sən düşünürsən ki, qiymət düşəcək. Əgər sən proqnozun doğru çıxarsa, qazanc əldə edirsən. Əgər yanlış olsa, zərər edirsən. Leveraj, kredi çiyini nədir? Binance Futures'da sən öz kapitalından daha artıq məbləğdə ticarət edə bilərsən. Buna leverage, yəni ingiliscə leverage deyilir. Məsələn, sənin 100 USDT-in var. 10x leverage istifadə etsən, 1000 USDT-li, yəni dollarlıq əməliyyatı apara bilərsən. Qazanc da böyük ola bilər, amma zərər də təbii ki, böyük ola bilər. Risklər nədir? Binance Futures çox riskli bir ticarət növüdür, ciddən. Sürətli qazanc mümkündür, amma balansın tezli likvidasiya ola bilmə şansı da, yəni tam itə bilər şansı da çoxdur. Yeni başlayanlar üçün biraz təhlükəli ola bilər. Ona görə də minimal məbləğ ilə yoxlamaq lazımdır ya da ümumən çalışın ki, hansısa demo hesablarda bunu yoxlayasınız. Nəyə görə istifadə olunur? Ümumiyyətcə Futures kripto qiymətlərinin qalxmasında və düşməsində qazanc əldə etmək üçün məlum məsələdir, yəni. Qısa müddətli ticarət trading üçün də həmçinin Futures əlverişlidir və portfelin hedging riskin qorunması üçün də təbii ki, əlverişli ola bilər. İndi isə gəlin Futures'ı bir növ praktiki tərəfdən, yəni necə edilir ona baxaq və Binance birjasına keçək. Dostlar, nəzərə alsaq ki, bir çox insanlar Futures'ı məhz telefonla istifadə edir. Ona görə də mən videonu telefon üzərindən göstərəcəm. Gördüyünüz kimi hal-hazırda bizim bazarda vəziyyət budur. Gördüyünüz kimi 103.000 Bitcoin'dir, 2400 Ethereum'dur və balansımızda da mən qədər USDT var. Futures trading etməmişdən qabaq biz ilk öncə Futures balansa biraz USDT qoymalıyıq. Bunun üçün açırıq spot balansımızı, görürsünüz yuxarıda. Spot balansımızda baxırıq, dollar var. Transfer düyməsini vururuq. Burada USDT avtomatik seçir, amma burada biz seçməliyik ki, hara köçürmə eləyirik. Var USDM Future bizi bu maraqlandırır, çünki bizə əsasən Futures açanda qazancın dollarla gəlməsi maraqlıdır. Bir də var Coin M Futures, yəni siz məsəl üçün Ethereum'la pozisiya açırsınızsa, sizin qazancınız Ethereum olacaq, yəni USDT olmayacaq. Biz USDM Future edirik və coin olaraq da seçirik USDT-ni və balansı 100 dollar artırırıq. Confirm transfer vururuq. Spot balansımızdan indi köçürmə elədik Future balansımıza. Future balansımızda görürsünüz ki, balans əmələ gəldi. Və indi isə Futures'da trade eləməyə başlamaq üçün burada Futures düyməsini vururuq. Görürsünüz aşağıda var hazır vəziyyətdə. Və görürük ki, hal-hazırda bizdə açılıb Ethereum. Ümumən gəlin baxaq görək burada nəyə görə cavab verir. Ondan sonra da davam eləyək. Hal-hazırda Ethereum USDT üzrə Futures'dır burada. Biz dəyişə bilərik. Üstünə vurub başqa bir coin seçə bilərik. Amma mən Ethereum'da saxlayacağam elə. Çünki Ethereum üzərindən maraqlıdır hal-hazırda trade eləmək. Var cross, yəni bütün balansla, yəni hal-hazırda gördüyünüz kimi 100 USDT köçürmə elədim. Cross qoysam bütün balans iştirak eləyəcək Futures tradingdə. Isolated qoysam, hansı məbləğdə pozisiya açıramsa, həmin məbləğ iştirak eləyəcək. Cross qoyuruq ki, bütün məbləğ iştirak eləsin. Kredi çiyini, yəni leverage. Leverage nə qədər çox seçirsənsə, o qədər də çox, belə deyək də, tez pul itirmə şansın var.
Gəlin başlanğıc üçün 3 eləyək leverage və təbii ki 3x ilə də davam eləyək. Çünki bizə hələ ki belə deyək də biz bunu öyrənmək üçün edirik. 3x eləyirik leverage, yəni 3x eləyirik və biz available balansımız görürsünüz burada 100-dür və 100 USD-dir və bizdə burada görürsünüz fərqli order açma imkanları var. Biz əsasən bu gün öyrənəcəyik limit order və daha doğrusu market order. Limit order ilə market order öyrənəcəyik ki, görək bu necə işləyir, necə işləmir. Digərləri artıq stop limit, stop market bunlar üçün ayrı video olacaq. Çünki bir videoya sıxışdırsaq video çox yekə olacaq. Limit order əsasən yarayır o şəxsləri ki, kimlər ki əmindir ki, məsəl üçün Bitcoin-in qiyməti 2400-ə düşəndən sonra, məsələn 2400-ə düşəndən sonra kəskin qalxacaq və deyir ki, mən 250 dollarlıq order açıram, yəni pozisiya açıram ki, Ethereum 2400-ə çatanda long, yəni al uzun. Mən özüm də Azərbaycan dilində çevirdim, bunun üçün çətin olmasın videonun bu hissəsində. Al uzun, sat qısa. Və mən indi hal-hazırda belə deyək, istədiyim şey odur ki, mən long açım, yəni yuxarı gedəcəyini seçirəm. Və deyirəm ki, 2400-ə düşəndən sonra Bitcoin başlayacaq qalxmağa, belə düşünürəm. Və limit order qoyuram. Mən təbii ki, TPSL-də indidən də qoya bilərəm, amma bunu sonra qoymaq daha sərfəlidir. Və indi belə eləyək. Hələ ki, biz gəlin pozisiyanı açaq, çünki yenə də deyirəm, ümumiyyətlə futures instrumentləri çox dərin instrumentlərdir və bu, yəni spotlar kimi elə də asan deyil. Burada çox şey, belə deyək də, nəzərə alınmalıdır, çox şey bilməlisən və hazırda biz 2400 dollarda Ethereum aldıq, 250 dollarlıq pozisiya açırıq. Bizim pozisiyamızın qiyməti 83 dollar olacaq, yəni balansımızda olan 83 dollar istifadə olunacaq. Biz balansımızda 100 dollar var idi. 83-ü də belə deyək də bir növ 3x olduğuna görə 83/3x 250 dollar ərəfəsinə gəlib çıxır. Və al uzun düyməsini vururuq. Bax, burada biz TPSL-ı qoya bilərik. Take profit və stop loss-u qoya bilərik. Bunun üçün biz faiz nisbətində də qoya bilərik. PNL, yəni neçə dollar gəlsə də razıyıq. Məsələn, çox xoşumuza gəlir. Faiz nisbəti də qoya bilərik və yaxud belə deyək də hansısa bir qiymət də qoya bilərik özümüz ki, filan qiymətdə bağlansın pozisiya. İlk başda başlayanlar üçün faiz nisbətində qoymağı məsləhət görərdim. Mən deyirəm ki, məsəl üçün TPSL gəlir götürmək 5%. Yəni mən 5% bu pozisiyadan gəlir əldə etdikdən sonra pozisiya bağlansın. Yəni çox istəmirəm belə deyək, nəzərdə tutaq. Və deyirəm ki, maksimum hazıram 2% itirməyə və stop loss-u da qoyuram 2% və göstərir ki, Bitcoin, Ethereum daha doğrusu 2400-ə düşəndən sonra, bizim pozisiya açılandan sonra 2440-a qayıtsa Ethereum biz 5% gəlir əldə edirik. Yox, daha düşməyə davam eləsə, biz 2% itki ilə, yəni 1 dollar 66 sent itki ilə pozisiyadan çıxırıq ya da 4 dollar 16 sent qazancla pozisiyadan çıxırıq. Confirm eləyərik, biz bunu təsdiq eləyirik. Və beləliklə bizim artıq pozisyonumuz hazırdır. Gözləmədədir. Gərək Bitcoin 2400-ə düşə ki, bu pozisyon hərəkətə başlaya. Bax düyməsinə vururuq və görürük ki, bizdə burada bütün məlumatlar göstərir. Görürsünüz, bütün məlumatlar göstərir. Və sadəcə olaraq indi lazımdır ki, gəlsin Ethereum 2400-ə. Təbii ki, buna biz bu videoda sıxışdırmamaq üçün mən keçirəm növbəti məsələni göstərməyə, yəni ümumən pozisiya açmağa, yəni order açmağa ümid edirəm ki, bu videonun başa düşdünüz. Amma yenə deyirəm, bir video bütün futures'a bəs eləmir. Qabaqda digər məsələlər var ki, onlar üçün ayrı videolar olacaq. Ona görə də kanalda mütləq abunədə qalmaq lazımdır ki, biləsən. İndi hələlik bu orderi ləğv edirəm. Burada görürsünüz, ləğv et düyməsini vuraraq ləğv edirik və keçirik belə deyək də bir növ tez bazar trade eləməyə. Yəni biz istəmirik oturaq limitdən gözləyək və istəyirik ki, indi trade eləyək. Bunun üçün bazarı seçə bilərik. Yəni bazarda olan ən axırıncı hal-hazırki qiymət nədirsə, o qiymətlə pozisiya açmağı seçirik və görürsünüz, baxın burada görürsünüzmü qiymət? Yəni biz indi nə pozisiya açsaq, istər short, istər long, burada olan qiymətdən açılacaq. Məsəl üçün deyirəm ki, 150 dollarlıq bir pozisiya açmaq istəyirəm. 150 dollarlıq təbii ki, belə deyək də 3x ilə 150 dollarlıq. Bu belə çıxır ki, mən 50 dollarlıq açıram əslində. 3x-ə vuranda 150 dollar edir bu. Və görürük ki, biz burada hansı problemləri yaşaya bilərik. Təxmini likvidasiya qiyməti biz long atsaq, 794-ə düşsə Ethereum bizim pozisiyamız partlayacaq. Həmçinin marjında olan balansımız da partlayacaq. Yəni dediyim kimi bizim balansımızda 100 dollar var. Biz 49 dollarlıq pozisiya açırıq.
bizim belə deyək də Ethereum 795 dollara gəlsə, bizim bütün balansımızı yeyir. Çünki yəni xatırladıram, biz nə etmişik? Çarpaz açmışıq. Yəni bu təcrid edilib açmamışıq. Azərbaycan ümumiyyətlə çox belə qəribə gedir bunlar, amma yenə də long atsaq, düşsə 795-ə bizim balansımız partlayacaq. Biz short atsaq və Ethereum 4046-ya qalxsa, bizim pozisiyamız partlayacaq. Ona görə də mütləq şəkildə siz əgər bazarla trade edirsinizsə, pozisiyanı açıb gedib yatmayın. Ən yaxşı pozisiyanı açırsınızsa, stop loss'un qoyun, take profit'in qoyun, ondan sonra gedib rahat yata bilərsiniz. 2428-dir. Hal-hazırda gəlin bir dənə qrafika, bir dənə elə-belə xırda da bir dənə göz gəzdirək və heç olmasa belə deyək də hissiyata yarı təxmin edək ki, buradan long getmə şansı varmı? Yüngül var, amma short getsə çox sərt gedəcək. Görürsünüz, baxın, daha öncəki vəziyyətə baxsaq. Aşağı getsə çox sərt gedə bilər. Yəni bir dənə qrafika, bir dənə də 15 dəqiqəlikdə göz ataq. Hal-hazırda görürük ki, burada belə bir növ dayanacaq kimi bir məsələ yaranıb Ethereumda. Amma belə qısa müddətdə açırıq onsa biz zaten video şeyləyəcəyik, bağlayacağıq. Gəlin indi longu açaq və baxaq. Baxın, longu açıram, 150 dollarlıq al uzun düyməsini vururam. Take profit və stop loss var. Gəlin bunu hindidən də qoyursaq daha yaxşıdır. Fikirləşirəm ki, 5% gəlir qazansaq bağlayaq məsələni, orderi 3% itki ilə də yəni də bağlayaq. Yəni deyirəm ki, belə deyək də bir növ bu ticari Binance birjasında deyirəm ki, 5% gəlirlə razıyam, bağla, 3% itki ilə də razıyam, bağla pozisiyanı. Yəni itkimlə də, yəni qazancda olsam 2.46 qazanacam, itkidə olsam 1.47 konfirmerlik və beləliklə biz pozisiyamızı açdıq. Görürsünüz, bizim artıq burada açıq sifarişlərdə bizim belə deyək də take profitlə stop lossumuz da var. Və baxırıq indi, baxın bura. Və burada biz hər saniyə nə baş verdiyini görə bilirik. Hal-hazırda biz açmışıq Ethereum USDT Cross çarpaz 3x, yəni 3x kredit çiynini açmışıq. Reallaşdırılmış PNL bizdə 10 sent, yəni itkiyə gedirik hal-hazırda. İnvestisiya gəlir 0.22, yəni bizim açdığımızdan sonra aşağı düşüb biraz Ethereum ona görə. Biz yuxarı açmışıq. Biz demişik ki, bu qalxacaq. 3x-də də təhlükəli bir şey olmadığına görə, yəni rahat burada məsəl üçün bir neçə dəqiqə saxlamaq olar. Hələ ki bizim pozisiyamız belə deyək də, burada öz işin görünə qədər baxaq. Ölçü 147 dollar, yəni orada biz xırda para komissiyaları var ona görə. Marja 49 dollar 26 sent məlum məsələdir. Bizim balansımızda 49 dollar belə deyək də istifadə olunur. Biz tam marjanı istifadə eləmirik, amma belə cross kimi qalır onlar. Yəni də bizim likvidasiyamızı uzaqlaşdırmaq üçün. Hal-hazırda bizim likvidasiya qiymətimiz 789 dollardır. Yəni 789 dollara belə deyək də Ethereum gəlsə, biz likvidasiya olacağıq. Və istəyərdim ki, hələ bax likvidasiya qiymətindən konkret olaraq oynamaq üçün istəyərdim. Gəlin baxın futuresda olan, futures balansda olan digər məbləğimiz ki var, hansı ki bizim balansımızda aktiv olaraq var. Yəni biz sadəcə olaraq müəyyən bir balansı istifadə eləmişik, yəni tam olaraq istifadə eləməmişik. Gəlin o balansı köçürək bir spot balansa. Məsəl üçün biz sizə 40 dollarlıq şey eləmişəm, pozisiya açmışam və bu balansı təsdiq edirik, keçirik spota. Spota keçirdikdən sonra artıq çarpaz bizim balansımızda, yəni çarpaz açdığımıza görə görmür. Və görürsünüz bizim likvidasiya hara gəldi çıxdı? 1622-yə, yəni yaxınlaşdı. Yəni bizim belə deyək də pozisiyamızın batması yaxınlaşdı. Çünki biz balansımızda olan belə deyək də ehtiyat USDT-ləri köçürtdük spota. Yəni bunlar artıq bu USDT-lər artıq belə deyək də bir növ pozisiyanın qorunmasında, məsələn pozisiyada iştirak etmədiyinə görə bizim likvidasiyamız buradır. Və biz geri qaytarsaq likvidasiyamızı uzaqlaşdırmış sayılırıq. Yəni gəlin belə eləyək, spotdan biz götürək USDT-ləri, hətta biraz daha çox USDT köçürdəcəm və görəcəyik ki, bizim likvidasiya nə qədər uzağa gedir. 301 dollara kimi getdi bizim likvidasiyamız. Yəni Ethereum 301 dollara düşməlidir ki, biz likvidasiya gedək. Bu da ki, yəqin ki, başa düşürsünüz ki, biraz mümkünsüz bir şeydir. Amma yenə də bizim zaten take profit və stop lossumuz var. Bizdə onsa buradan gedib çıxmayacaq. Çünki biz take profit də qoymuşuq, stop loss da qoymuşuq və bizim pozisiya bura gedib çıxmayacaq. Mümkün deyil ki, gedib likvidasiyaya qədər çıxsın. Və qaydaq aktivlər bölümünə burada balanslarımızı görürük. Reallaşdırılmış panel görürük ki, bax bu qədər ziyandayıq. Və ümumən də əlimizə çatan balans 129.54 dollardır hal-hazırda bizə məxsus olan balans. Və baxırıq, görək biz hacan qazanca çıxa biləcəyik. Buradan görürsünüz, baxın indi yaşıllaşdı. Bax, bu futures ümumiyyətcə belədir.
Məndə bu daha sürətli baş verə bilərdi. Yəni mən məsəl üçün 10, 15, 20x açsaydım, burada daha başqa rəqəmlər, daha yəni düşünün ki, burada gördüyünüz rəqəmlərin 10 qatı baş verəcək. Hal-hazırda məsəl üçün 11 sent gəlir və yenə də getdi. Və belə baş verir. Yəni x-i nə qədər çox açırsansa, o qədər riskin çoxalır, o qədər daha tez qazandığın kimi daha tez itirə də bilərsən. Ona görə də mən balaca, yeni başlayan insanlar, yeni başlayan investorlara məsləhət görürəm ki, 3x, 2x aralığı bu işləri davam eləsələr daha etibarlı olar. Yəni başlayıb öyrənsələr daha etibarlı olar. Başqa bir belə deyək də daha çox yuxarı məbləğdən girməkdənsə. Və görürsünüz, hal-hazırda bizdə pozisiya burada oynayır. Gah qalxır, gah azalır, gah düşür. Çünki ani hərəkətlər yoxdur hal-hazırda. Hal-hazırda elə bil belə deyək də bu düşüşdən sonra burada belə bir gözləmə bir koridoru yaranıb. Ethereum buradan hara gedəcək bunu bilmirik. Ona görə uzun müddət pozisiyanı saxlaya bilməyəcəyik. Yəni sadəcə olaraq baxırıq, əgər bizim qane eləyən bir gəlir əldə eləyiriksə buradan pozisiyamızı bağlaya bilirik. Yox, əgər istəyirik ki, daha da risk eləyək və inanırıq ki, məsəl üçün Ethereum qısa zamanda öz yerinə qayıdacaq. Yəni sabaha bir günə və yaxud bir neçə günə. Yadda saxlayın ki, siz funding fee ödəyirsiniz. Yəni baxın, bəyan qədər fee ödəyirsiniz. Ona görə də mütləq şəkildə yəni düşünməyin ki, siz elə pozisiyanı qoyacaqsınız və orada həmişəlik qalacaq. Yox, siz fee ödəyirsiniz. Ona görə də bunu nəzərə alın. Ona görə də ümumən futures belə deyək də sürətli bir trade üçündür. Yəni məsəl üçün biz hansısa bir spotda coin alırıqsa bu uzun müddətli və hold edə bilirik, amma burada belə deyil. Burada uzun müddətli aldın, satdın. Gəlin bağlayaq pozisiyanı məsələn bazar qiymətindən bağlayacağıq biz. Baxın burada var bağla, məsəl üçün seçirəm bazar ya da limitlə bağla. Limitlə qoya bilərəm ki, məsəl üçün 2400-dən neçə qalsa bağlansın. Bazarla yəni hal-hazırda nədirsə bağla vururam və təsdiq eləyirəm. Bunu eləyə bilərəm ki, qoy. Burada göstərir ki, belə deyək də bazar, siz bunu bağladığınız müddət bazar yuxarı aşağı düşə bilər, onu nəzərə alın deyir, konfirm eli, təsdiq eli və biz pozisiyamızı bağladıq. Burada tarixçə bölümündə biz, sifariş tarixçəsində biz bunlara təbii ki, baxa bilərik. Baxın, burada məsəl üçün biz görə bildik ki, PNL, yəni 10 sent qazancından çıxırıq və 7 sentdə komissiya ödəyirik. Yəni demək olar ki, qazancdan çıxmırıq sayılır bu. Çünki yəni nəzərə almalısınız ki, futures ödənişlərində komissiyalar da var. Yəni futures pozisiyalar açırsınızsa, siz transaksiya komissiyaları da ödəyirsiniz. Bunu nəzərdə alın. Belə bir maraqlı bir məsələdir. Hansının ki, yenə də videolar çəkməliyəm. Çünki yenə də deyirəm, burada başqa funksiyalar da var. Harada ki, biz stop limit və yaxud digər funksiyalar var ki, eləməliyik. Sadəcə hal-hazırda belə deyək, bu göstərdiyim bu məsələ futures bazarının belə deyək, ilkin addımıdır. Harada ki, sən belə bir xırda bir hərəkətlər elə bilərsən. Amma belə logikaya qalanda funksiyalar hamısı demək olar ki, eyni fasonda işləyir. Sadəcə olaraq biraz bəzəyə bilirsən, biraz orasını burasını düzəldə bilirsən, hansısa bir funksiyalar əlavə edə bilirsən. Belə dostlar, mütləq şəkildə kanala abunə olun ki, bundan sonraki olan videolardan da xəbəriniz olsun və bu texnologiyadan xəbəriniz olsun, bu imkanları biləsiniz. Like eləməyi və komment yazmağı da unutmayın ki, çünki sizin kommentləriniz bizə çox lazımdır və çox maraqlıdır. Bu qədər, sağ olun.